Mingəçevirlə bağlı bir məsələ toxunmaq istəyirəm. Ramiz müəllim həqiqətən yaxşı işlər gördü. 2 mövsüm əvvəl Şamaxı komandasını çətin vəziyyətdə, orada da vəziyyət yaxşı deyildi. Komanda liqaya yüksəlməyə bilərdi. Ramiz Məmmədov gəldi komandanın başına, Şamaxını Premyer Liqaya yüksəltdi. Həqiqətən çox təcrübəli simadır. Xüsusilə 1-ci liqanın dikini də, bikini də bilir. Yaxşı bir söz var bizdə. Və bu ildə Mingəçevir gəlir razılaşaq ki... Hətta bəzi problemlər olmağına baxmayaraq, komandanı atdı. Komandada çox ciddi problemlər yaşandı və ümumiyyətlə Mingəçevir mövsümə başlayanda iddialılar sırasında deyildi. Burada Səbail var idi, Şəfa var idi, Baku Sportiv var idi, kifayət qədər iddialı və büdcəsi böyük klublar var. Xüsusilə Səbaili qeyd edərdim ki, Premyer Liqa təcrübəsi var. Premyer Liqadan gedib Səbail ötən mövsüm. Yəni belə bir rəqibin olmasına baxmayaraq Mingəçevir komandası həqiqətən böyük bir mübarizə ruhu qoydu ortaya. Komanda döyüşdü və burada ən önəmli faktor mən Ramiz müəllimi qeyd edirəm. Bəli. O komandanın o çətin durumda, o maliyyə problemlərinin içində, rəqiblərlə aradakı ciddi uçurum olmasına baxmayaraq komandanı toparladı. Ardıcıl qələbələr qazandı və təbii ki, bu uğurun arxasında həm də Mingəçevirli azarkeşlər dayanır. 100%. Ev oyunlarında tribunalar dolu olurdu. Tribunalardan əlavə hətta ayaq üstə dayanırdılar, o zaborun arxasında, setkanın arxasında ayaq üstə dayanırdılar. Davamlı komandaya dəstək olurdular. Ən çətin günündə komandanın yanında olurdular. Yəni əl-ələ verib, vəhdət olub, deyərdim ki, mənə görə möcüzəni gerçəkləşdirdilər. Səbaili kənarda saxladılar. Ən son oyunda da Səbaili 4-1 məğlub etməklə bunu haqq etdiklərini əyani göstərdilər. İkinci yer tutdular. Hətta deyərdim ki, bir qədər daha erkən ayrılsaydılar, bəzi oyunlarda müəyyən o xalikçilər olmasaydı, bəlkə də çempion eləyə bilərdi Səbaili. Şəfanı da məğlub edən yeganə komandaydı. Yeganə komanda oldu və Ramiz müəllim elə Qəbələ ilə oyunda da bir 10% deyək ki, kağız üzərində təbii ki, aşkar favorit Qəbələdir. Heyətinə görə, büdcəsinə görə, keyfiyyətinə görə aşkar favorit Qəbələdir. Futbolla maraqlı edən məqamlardan biridir ki, heç vaxt aşkarlar qalib gəlmirlər. Heç vaxt aşkarlar qalib gəlmir. Elə yaxın keçmişdə bizdə Moyuq komandası 1-ci liqada çıxış eləyə-eləyə ölkə kubokunda Sumqayıtla 90 dəqiqə bərabərlik qeyd alınmışdı və 120 dəqiqəlik mübarizədə yalnız uduzmuşdu Moyuq Sumqayıt komandasına. Və bundan başqa bir neçə mövsüm əvvəl Kəpəz komandası 1-ci liqada çıxış eləyəndə Sabahı kubokdan kənarlaşdırmışdı. Yaxşı xatırlayıram, Masazırda məğlub etmişdi Sabahı. Sabah o dönəmlərdə iddialı komandaydı. O dönəmlərdə çempionluq mübarizəsində olmasa da Avrokuboklar mübarizəsində təməlləri qoyulan vaxtlardı. Təbii ki, nəzərə alaq ki, Premyer Liqa təmsilçisidir və mübarizədən kənarlaşdırmışdı. Və belə nümunələr var yəni. Yox deyil, çox da Qəbələ arxayın olmasın, rahat olmasın. Sırf Ramiz Məmmədov aspektindən təcrübəli baş məşqçi var. Kaxabert Xadadzeni yaxşı tanıyır, yaxşı da münasibətləri var. Meydanda yaxşı bir mübarizəyə şahidlik edəcəyimizə inanıram. Və bir də azarkeş məsələsi düşünürəm ki, Mingəçevirlilər bir addım öndədir. Yəqin ki, səfər meydanı olmasına baxmayaraq, yenə çox sayda Mingəçevir azarkeşini mən tribunada görəcəyimizə əminəm Sumqayıtda. Layiq olan qazansın, layiq olan aparsın. Hər ikisi bölgə klubudur. Heç birinin qələbəsinə üzülməyəcəyik, amma hansı məğlub olsa biz üzəcək. İstəyərdik hər ikisi Premyer Liqada olsun, amma nə yazıq ki, şərtlər, reglament yalnız bir kluba icazə verir. Hər iki kluba indidən uğurlar arzulayırıq. Uğurlar həqiqi komandaya.